Salam. 9-cu siniflər üçün olan 20 sınav imtahanının 18-ci hissəsinə baxırıq. Əvvəlcə listinqə qulaq asaq və buradan 18-ci hissə tapana kimi. Unit 18. Listen to the passage and answer the questions from 1 to 4. I am Tural Hacıyev. I am Azerbaijani and I study in the 9th form. I am fond of my native land. I am proud of my country very much. I'll never change my native land to any other country. I don't want to live anywhere else except Azerbaijan. But a lot of countries attract me as a traveler. I have read much about European countries and I want to visit Spain. Firstly, I like its climate, hot and dry. Another reason for my choice is the Spanish people. It's my dream to get there. Perhaps one day I'll visit Spain, but I'll only visit. I'm not going to live there. As the proverb says, East or West, home is best. I can't imagine my life in another country without my friends and my native land, my native language, my nature and landscape. It would be boring for me without them and Azerbaijan national cuisine. Long live Azerbaijan. Suallara baxaq. Birinci sual oxuyuram. Choose the correct answer to the question according to the passage. Mətnə uyğun olan düzgün cavabı tapırıq. Why can't Tural imagine to live in another country? Why can't? Niyə Tural başqa bir ölkədə yaşamağı təsəvvür belə etmirdi? He loves his country very much. Bəli, çox asan bir mətn idi əslində. O öz ölkəsini çox sevirdi. His dream is to live in Italy. Onun arzusu İtaliyada yaşamaq idi. İtaliya demədi, Spain dedi. He imagines his life in another country. O başqa bir ölkədə yaşamağı xəyal edir, təsəvvür edir. Yox, deyir, ölkəmdən başqa yerdə yaşaya bilmərəm. He doesn't like the Azerbaijani cuisine. O Azərbaycan mətbəxini sevmirdi, sevirdi. He's going to live abroad. O xaricdə yaşamağa hazırlaşır. Yox. İkinci suala baxırıq. Tural's dream is. Tural'ın xəyalı nə idi? To live in Spain. Yox, İspanya'da yaşamaq istəmirdi. İspanya'da sadəcə olaraq səyahət etmək və to be acquainted about it. Aha, bəndidir və onunla tanış olmaq istəyirdi. To read much about European countries. Avropa ölkələri haqqında çox oxumaq istəyirdi. Yox. To live for Azerbaijan forever. Azərbaycanı həmişəyə tərk etmək istəyirdi. Not to live in his country. Öz ölkəsində yaşamaq istəmirdi. What's the passage mainly about? Mətn haqqında idi. Tural's living in Azerbaijan. Tural'ın Azərbaycandakı yaşayışı. Tural's living in Spain. İspanya'dakı yaşayışı. Yox. Tural's tour around the world. Dünya ətrafındakı turu. The reason for Tural's choice. Bəli, Tural'ın seçiminin səbəbi. The attractions of Spain. İspaniyanın attraction'ı. Yəni cəlb edici xüsusiyyətləri yox. Dördüncü sual baxırıq. Decide whether the statements are true or false. Səhv və yaxud da düzü tapırıq. Tural is attracted by a lot of countries as a traveler. Tural səyahətçi kimi bir çox ölkələr onu Tural cəlb edirdi. Bəli. Tural is fond of his native land. Bəli, öz ölkəsini sevirdi. Tural is going to live in Spain. Xeyr, o İspanya'da yaşamaq istəmirdi. Tural is a pupil of the 8th form. Xeyr. Tural 8-ci sinif şagirdi deyildi. 5-ci suala baxırıq. Dear parents, əziz valideynlər, Kids Planet Art Studio announces yearly art competition for children of age 8-15. Kids Planet Art Studiyası incəsənət yarışması elan edir 8-15 yaş uşaqlar arasında. The competition will be dedicated to New Year's traditions in Azerbaijan. Yarış yeni il adət-ənənələrinə həsr olunur Azərbaycanda. Children should avoid their parents' help. Uşaqlar öz valideynlərinin köməyindən imtina etməlidir. Last date for submission is 27 December 2024. Qeydiyyatın son günü dekabrın 27-ci 2024-cü ildir. The prize is 3 months free subscription for our drawing course. Priz isə 3 aylıq bizim rəsm kursuna pulsuz qeydiyyatdır. Choose the correct variant. Düzgün variantı axtarırıq.
Art competition by Kids Planet Art Studio is held every year. Bəli, yıl edir. Baxın buradan görə bilərik ki, cavabımız elə ibəndir. Hər il keçirilir. Children are allowed to get the help from their parents. Valideynlərin köməyindən istifadə icazə var? Yox. The results of the competition will be known in October. Nəticələr oktyabrda bilinəcək. Xeyr, dekabrda bilinəcək. The participants can send their works till the end of the year. İştirakçılar ilin sonuna dək öz əsərlərini göndərə bilər. 20 dekabra dək göndərməlidirlər. The topic of the competition is Worldwide New Year's Tradition. Topikləri yeni il ənənələri deyil. Baxırıq. Altın suala. Hi dear friend. Salam əziz dost. It is me, Gabriela. I would like to ask you a question. Bu mənəm Gabriela. Mən sənə bir sual soruşmaq istəyirəm. I like English very much and I try to speak English to the students who come to our school on exchange program. Mən ingilis dilini çox sevirəm və İngiliscə öz dostlarımla danışmaq istəyirəm. Tələbələrimlə hansı ki onlar mübadilə proqramında iştirak edir. I want to get some information about their schools, customs and traditions. Onların məktəbləri, adət-ənənələri haqqında bəzi məlumatlar almaq istəyirəm. But I can't understand them well. Ancaq onları yaxşı tanımıram. I'm afraid of making mistakes while speaking. Mən danışarkən səhvlər edirəm. What should I do? Nə edə bilərəm? Best wishes, Gabriela. Choose a correct answer. Düzgün cavabı tapırıq. She wants to learn the ways of information on exchange program. Yox, exchange proqramı haqqında məlumat almaq istəmirdi. How to write without mistakes. Səhvsiz yazmağı öyrənmək istəmirdi. The ways one of speaking English without making mistakes. Bəli, səhvsiz ingiliscə danışmaq istəyirdi sayıcı olaraq bu adam. 7-ci suala baxırıq. You are the school captain at Holy Heart School, Western Niagara, Lucknow. Siz məktəb kapitanı məktəbindəsiz. Your school is organizing a 2-day carnival and blood donation camp. Və sizin məktəbiniz 2 günlük karnaval və qan donasiya kampından ibarətdir, qan vermə kampından ibarətdir. Prepare a poster for these events, including all essential details. Bütün vacib məlumatları hazırlayın bir posterdə. What's the purpose of the announcement? Announcement'ın məqsədi nə idi? Baxaq məqsədinə. Not to take part in carnival, karnavalda iştirak etməmək. To prepare a poster for this event. Bu event üçün poster hazırlamaq. Yox. Not to take part in blood donation. Qan vermədə iştirak etməmək. Not to prepare a poster. Xeyr. To take part in a 2-day carnival. Bəli, 2 günlük karnavalda iştirak etmək. Mətnə baxaq. There's a great variety and beauty of landscapes in the United Kingdom. Birləşmiş Krallıqda böyük bir fərqliliklər var, gözəlliklər var, mənzərə var. The UK's national parks are popular, highly valued places to unwind, hike, climb, cycle and paddle. Birləşmiş Krallığın Milli Parkı çox məşhurdur və burada dırmaşmaq, velosiped, paddle və s. kimi yerlər var. The Cairngorm is one of the most beautiful national parks of the UK. Cairngorm Birləşmiş Krallığın ən məşhur parkıdır. High up the Shortlands Northeast, the Cairngorm is the largest national park in the UK. Şotlandiyanın şimal-şərqinə qalxdıqca Cairngorm Milli Parkı ən böyükdür. It has great popularity among hikers, bikers and other adventurous outdoor lovers. Bu velosiped sürənlər üçün, dağa dırmaşanlar üçün ən macəralı çöl sevərlər üçün çöl sevərlər arasında məşhurdur. It's also the UK's wildest, snowiest national park. Birləşmiş Krallığın ən vəhşi, qarlı milli parkıdır. The Cairngorm has enormous whale-back granite mountains that form a kilometer-high plateau. Cairngorm'un
nəhəng balinaları, böyük qranit dağları və kilometrlərlə hündürlükdə yaylaları var. Winds here can reach 170 meters per hour. Burada külək 170 metrə çatır. Some parts of the Caledonian forest that once covered Scotland are also here. Caledonian meşəsi də burada yerləşir. In the Cairngorm, it is possible to walk for hours through native forest or stand on the shore of Loch Ellen Lake and look at pine forests with mountains behind. Deməli, Cairngormda saatlarla piyada gəzə bilərsiniz, doğma təbiətdə və Loch Ellen Lake parkının, gölünün sahilində dayana bilərsiniz və pine forestlərlə, şam ağacları ilə dağların arxasında gizlənən şam ağaclarına baxa bilərsiniz. The landscape here reminds nature of Scandinavia, North America and Siberia. Onun landscape'i Skandinaviya, Şimali Amerika, Siberiyanı xatırladır. Choose a false statement according to the passage. Mətnə uyğun olaraq səhv statementı göstərin. The Cairngorm is windy enough. Elə budur da. Niyə küləkli deyil ki? There is a lake on the territory of the park. The park is popular. The Cairngorm is located in North America. Səhvimiz elə küləkli olmasıdır. What's the passage mainly about? Mətn nə haqqındadır? One of the parks of the UK. Bəli, Amerikan Birləşmiş Krallığın parklarından biri. 10-cu suala baxırıq. What is so remarkable about the Cairngorm? Cairngorm haqqında olan remarkable istəyir, nəzərə çarpan şeylər. It is a wildest noise national park in the world. Dünyanın ən vəhşi və qarlı parkıdır. Yox. Adventurous outdoor lovers prefer not to visit. Niyə not to visit? To visit. Üstün tuturlar. The Cairngorm is the most windless place of the UK. Küləksiz yeridir. Dünyanın ən küləsi yox. There are no wild animals in the forest. Cairngorm heç bir vəhşi heyvan yoxdur. Xeyr, the Cairngorm is the largest national park in the UK. Cavabımız İbəndir. 11'ə baxırıq. The Caledonian Forest. Meşələrini soruşur bizdən. Earlier had covered Scotland. Bəli, Şotlandiyanı bürüyüb. Has totally disappeared. Demək olar ki, yox olub. Xeyr, was the part of Siberian Forest. Siberiya meşələrinin bir hissəsidir. Yox. Has been partially preserved in the park. Bəli, parkda bir hissəsi qorunub saxlanır. Which statements are true according to the passage? Mətnə olan düzgün cavabı tapırıq. The Cairngorm is the snowiest national park in the UK. Düzdür. Birləşmiş Krallığın ən qarlı parkıdır. The mountain is visible from the bank of the river. Çayın sahilindən görünür. Yox. The park is located in Shortland's north east. Bəli, Şotlandiyanın şimal-şərqində yerləşir. 2 və 4 səhvdir. 13-cü suala baxırıq. When I was a little boy, I lived in a small town of North Africa. Eyvəndir. Mən kiçik bir oğlan olarkən Şimali Afrikanın kiçik bir qəsəbəsində yaşayırdım. North Africa yadınızda saxlayan. Afrika sözünə görə burada heç bir artikel verə bilmərik. Make up a sentence, cümlə qururuq. Baxaq. Nə ilə başlayaq? I often go to the beach with my cousins. Buyurur saydı. Mən dostlarımla, kuzenlərimlə simərliyə tez-tez gedirəm. Passive voice, they haven't formally announced their engagement yet. Deməli, anons, xəbərimiz, xəbərdən sonra gələn dedik ki, çox hallarda obyekt hal olur. Deməli, their engagement sözünü götürürük, cümləyə baxırıq, hansı zamandadır, haven't announced, deməli, məchulu da haven't-dan olacaq və yaxud da hasn't. Engagement təkdə olduğu üçün hasn't veririk. They are engagement, hasn't formally been announced yet. Bu qədər sadə, İbəndir. 16'ya baxırıq. You give up smoking so much, it is harmful for you. Baxın, haven't olmaz, didn't have to olmalıydı, hadn't olmaz. Will'in B'si yoxdur, should və mustn't arasında qalır.
You should give up smoking so much. It is harmful for you. Sən siqareti tərk etməlisən. Çünki sənin sağlamlığına çox ziyandır. Tərcüməyə ehtiyacımız var. 17-ci suala baxırıq. While the child. Yadınızda saxlayın bunu. Həmişə deyirəm, mən dönə-dönə deyirəm. While olan yerdə keçmiş davam edici veririk. Hər iki tərəfi keçmiş davam edici də verə biləcəyimiz yeganə bağlayıcıdır. While the child was crying, her mother was talking to the doctor. Eyni zamanda baş verir. Uşaq ağlayan zaman anası həkimlə danışırdı. 18-ə baxırıq. It is difficult for me. Bunu da həmişə qeyd edirəm. Yadınıza saxlayın, it is-lə başlayan cümlələrdə çox halda to ilə davam etməlisiniz. It is difficult for me to speak English without learning grammar. Qrammatikanı öyrənmədən mənim üçün ingiliscə danışmaq çox çətindir. 19-a baxırıq. The beach was almost empty. Çimərlik demək olar ki, boş idi. There were only people. Baxın, people sözü sayıla biləndir və ona görə də maç verə bilmərik. Lots of people, there were only a few olar. Və tərcümə etməliyik. Empty sözünü açar sözünüzü, çimərlik boş idi və orada çox az adam vardı. Onu elə verə bilmərik. 20-yə baxırıq. The equipment of the photographic studios. Həmişə deyirəm, sözündən əvvəlki sözə baxırıq. Sözündən əvvəlki sözümüz təkdədir. Ona görə təklif veririk. Cəmlər getdi, were getdi, are getdi və will be-nin təklif yaxud da cəmli olduğunu göstərisi yoxdur. Ona görə də cavabımız 1, 4, 5 olacaq. İbədir. The students fail kəsilməkdir. Antonimi nə olar? Əlbəttə ki, pass. Tələbələr kəsildi və yaxud da tələbələr keçdi. We must fight against internal enemies. Daxili, əksi xarici olar, external. Material definition, achievement, nailiyyət, awareness, bilmək, creation, yaratmaq. Achievement, thing done successfully by effort. Bəli, knowledge of a situation, 1A, 2B, elə 3D, C. Bəli, ABC, hansı variantda da ABC, bir bəndidir. Choose a correct sentence. Burada da variantları qeyd edək. Yanlış anlaşılmazlıq olmasın. Düzgün variant seçirik. A few bowls of porridge. Düzgündür. Were put on the table.